Salam, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Baxşıyeva Reyhan. Bugünkü dərsimizin mövzusu Molla Pənah Vaqif Hayf ki yoxdur qoşmasıdır. Gözəl şeir öz təravətini heç zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir. Əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da öz ömürlərini ecazkar bir qüdrətlə uzadırlar. Elə bil sözlərin sehirkar quruluşu onlara yeni həyat və qüvvət verir. Kür qırağının əcəb seyrəngahı var. Yaşılbaş sonası, hayf ki yoxdur. Ucu tər cığalı, siyah tellərin hərdən tamaşası, hayf ki yoxdur. Gözəldir, deyilmi? Əsrlərin imtihandan çıxıb unudulmayan bu misralar hayf ki yoxdur qoşmasındandır. Qoşmanın müəllifi Molla Pənah Vaqif öz təravətini əsrlərcə yaşadan klassik irsimizin ölməz nümunələrini yaratmış şairlərdəndir. Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır. Onun yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyamızda yeni bir səhifə açılır. Nikbin bir əhval-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Realist şeirimizin ilk nümunələri məhz onun adı ilə bağlıdır. Molla Pənah Vaqif 1717-ci ildə Qazaq mahalının Qıraq Salahlı kəndində anadan olmuşdu. Atası Mehdi ağa mahalın nüfuzlu, müasir düşüncəli adamlarından biri idi. Pənah gənc yaşlarında mükəmməl təhsil almış, dövrünün görkəmli ziyalısı Şəfi Əfəndinin yanında oxumuşdu. Mollaxana təhsilini bitirdikdən sonra Molla Pənah həm müəllimliklə məşğul olur, həm də hər şeydən xəbərdar, hər elmə vaqif olmaq mənasını verən Vaqif təxəllüsü ilə xalq aşıq poeziyası üslubunda şeirlər yazırdı. 1759-cu ildə Gürcüstan sərhədində baş verən qarışıqlıqlar nəticəsində Qazaq mahalının bir neçə ailəsi kimi Vaqifin ailəsi də doğma yurtlarını tərk edib Qarabağ xanlıqlarına köçməyə məcbur olur. Vaqif burada da məktəbdar kimi fəaliyyət göstərir. Sonra Şuşa şəhərinə köçərək orada məktəb açıb köhnə peşəsini davam etdirir. Artıq bu zaman Vaqifin şairi şöhrəti hər tərəfə yayılmışdı. İstedadlı şair eyni zamanda hazır cavab, savadlı bir alim kimi də tanınırdı. Şairin sorağını alan Qarabağ hökümdarı İbrahim xan onu saraya dəvət edir. Vaqif az bir müddət ərzində öz ağıl və istedadı ilə böyük nüfuz qazanır. Xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır. O, təxminən 27 il ərzində sarayın ən mötəbər adamlarından biri kimi tanınır, baş vəzir mənsəbinədək yüksəlir. Tarixi məxəzlərdən Vaqifin Qarabağ xanlığının möhkəmlənməsi uğrunda çalışan bacarıqlı bir dövlət xadimi olması anlaşılır. Xüsusən xanlığın mərkəzi şəhərinin abadlaşdırılmasında və təmir işlərində onun böyük rolu olmuşdur. Məlumdur ki, 18-ci yüzillikdə Azərbaycan bir sıra xanlıqlara ayrılırdı. Vaqif səriştəli bir dövlət xadimi kimi bu parçalanmanın ölkənin mədəni-iqtisadi inkişafına ciddi mane olduğunu anlayır və var qüvvəsi ilə bu parçalamanın qarşısını almağa çalışırdı. İrandan Ağa Məhəmməd Şah Qacar tərəfindən gözlənilən təhlükəni hiss edən Molla Pənah Vaqif ölkəni müdafiəyə hazırlaşır. Bu məqsədlə qonşu dövlətlərlə ittifaq bağlayır, Rusiya ilə siyasi əlaqələri möhkəmləndirirdi. Məhz Vaqifin belə bir siyasi fəaliyyətinin nəticəsi olaraq Qarabağ xanlığı Şuşa qalasını Qacarın hücumundan müdafiə edib qoruya bildi. Lakin 1797-ci ildə Azərbaycanda 2 il davam edən təbii fəlakət və yoxsulluq
Rus ordusunun geri çağırılması Qacarı yenidən Şuşa üzərinə yürüşə həvəsləndirir. Ölkənin müdafiəsinin çətinliyini görən İbrahim xan Dağıstana çəkilir. Şuşa qalasını işğal edən Ağa Məhəmməd Şah Vaqifi zindana saldırır. Qacarın gecə öz adamları tərəfindən öldürülməsi şairi həbsdən qurtarır. İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xanlığı əlinə alır. Təzə Qarabağ xanı əmisinin bütün yaxın adamları kimi Vaqifə də pis münasibət bəsləyir və onu öldürmək üçün bəhanə axtarır. Tezliklə bu bəhanə tapılır. Vaqif İbrahim xana məktub yazıb tez qayıtmasını xahiş edir. Məktubu aparan qasid tutulur. Şair oğlu Əli Ağa ilə birlikdə öldürülür. Bütün həyatını xalqa, vətənə xidmət işinə sərf edən Vaqif edam edildikdən sonra əsərləri itib batmış, divan və əl yazmaları məhv edilmişdi. Xalq sevimli şairinin şeirlərini hafizələrdə yaşatmış. Müxtəlif mənbələrdən, cünglərdən, həvəskarların şeir dəftərlərindən köçürülüb saxlanılan ayrı-ayrı nümunələrini dövrümüzə çatdırmağa müvəffəq olmuşdur. Hayf ki yoxdur qoşmasının yazılma səbəbi də çox maraqlıdır. 18-ci əsrin ortalarında Azərbaycanda mühüm ictimai-siyasi hadisələr baş vermiş, Qarabağ xanlığı hərbi siyasi bir güc mərkəzi kimi meydana çıxaraq Qazax mahalını da öz tərkibinə qatmışdı. Rəvayətə görə Kür qırağına səfərlərinin birində İbrahim xan çox ləngiyir. Onun və adamların əziyyəti, yemək-içmək baxımından zəhməti yerli əhalinin üzərinə düşür. Xanın getməsi uzandığından ağsaqqallar xanın saraya qayıtmasını tezləşdirməyi Vaqifdən xahiş edirlər. Şair "Siyahtel görmədim Kür qırağında" və Kür qırağının əcəb seyrəngahı var misraları ilə başlayan iki qoşmanı xanəndiyə verir və xanın məclisində oxutdurur. Şairin getmək arzusunu duyan İbrahim xan atlılara Şuşaya qayıtmaq əmrini verir. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın, cümlə cahanın, belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası, hayf ki yoxdur. Kür qırağında yerləşən qışlaqların, aran obalarının gözəl təbiətinə, qışı keçirmək üçün təbii əlverişli mövqeyinə baxmayaraq xarabaya çevrilməsi şairin ürəyini ağrıdır. Yazılma səbəbinə, bir sıra mətləblərin ifadə edilməsinə baxmayaraq, şeirdə ciddi ictimai məsələlərə də toxunulmuşdur. Şair, ölkədə abadlıq işlərinin aparılmasını, insanların firavan yaşamasını, mədəni qeyriliyin aradan qaldırılmasını vacib sayırdı. Vaqif bir gözəl obası hayf ki yoxdur deməklə çox mətləblərə toxunurdu. O, böyük bir məmləkətə hökmdarlıq edən, zəngin xəzinəsi olan İbrahim xanın diqqətini şübhəsiz ölkənin acınacaqlı vəziyyətinə yönəltmək məqsədini də güdməmiş deyildi. Müstəqil Azərbaycanımızın inkişaf etmiş kəndləri şair xəyallarının gerçək təzahürü deyilmi? Vaqif Kür qırağında yaşayan əhalinin yoxsulluğunun, qadınların geyiminin, davranış və rəftarının aşağı səviyyədə olmasını ürək ağrısı ilə qələmə alır. Elə gözəl var bunların içində, ələ düşməz hərgiz çin-ü maçində, söyləgən, oynağan, dürüst biçimdə, bəzəyi, libası, hayf ki yoxdur. Vaqifin şeirində gözəlliklərin təsviri əslində dövrlə bağlı kəskin təzadları meydana çıxartmağa xidmət edir. Şeirin bütün bəndləri bədii təzad üzərində qurulmuşdur. Bədii təzad, bədii ifadə vasitəsi olub, bədii əsərdə məzmunca bir-birinə zid iki anlayış və ya vəziyyətin qarşılaşdırılmasına deyilir. Vətənin təbiəti füsunkardır, lakin obaları, kəndləri abad olmaqdan uzaqdır. İnsanları gözəldir, dürüst biçimdədir, lakin kasıblıq, qeyrilik üstünə qara pərdə çəkir. Deməli, gözəlliyin tərənnümü Vaqif üçün dərin ictimai mətləbləri ifadə etmək vasitəsidir. Çoxdur ağ bədənli, büllur buxaqlı, lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı, könül aşinası, hayf ki yoxdur deyən şairi ağbədənli, büllur buxaqlı, lalə zənəxdanlı tərəkəmə qadınlarının zövqsüz geyim keçimi, mədəniyyətdən kənarda qalması narahat edir. Havasından torpağının, yerinin, dadızmaz dəhanın, ləbi şirinin, pəri çoxdur, nə fayda, heç birinin adamlıq ədası, hayf ki yoxdur. Hayf ki yoxdur qoşmasında gözəllərin zahiri görünüşünün təsvirinə də diqqət yetirilmişdi. Klassik ədəbiyyatda bu mövzuya, gözəllərin zahiri görünüşünün, geyiminin, bəzəyinin təsvirinə həsr edilən əsərlər, gözəlləmələr az deyildir. Gözəlləmə, gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalara gözəlləmə deyilir. Ucu əşrəfili bulud kimi saç, dal gərdəndə hər hörüyü bir qulac, kəlağayı əlvan, qəsabə qıyqac, altından cunası, hayf ki yoxdur. Zər haşiyə al nimtənə üstündə, xallar üz yanında, çənə üstündə, buxağın altında, sinə üstündə zülfün vurulması, hayf ki yoxdur. Laçın təki başda ala tomağa, yaşmağı tutmaya, dişə, dodağa, cəllat kimi durub qabaq-qabağa baxıb can almağı, hayf ki yoxdur. Göründüyü kimi el qızlarının zahiri gözəlliyi ilə bərabər etnoqrafik elementlərə də diqqət yetirən şair el gözəlinin bədii portretini ustalıqla yaradır. Bədii əsərdə surətin xarici görkəminin, boyu, bədən quruluşu, üz cizgiləri və geyiminin sözlə ifadəsinə bədii portret deyilir. Başqa bir qoşmasında ənniyi, kirşanı, neylər camalın, sən elə gözəlsən binadan pəri, deyərək təbii insan gözəlliyindən bəhs edən Vaqif, hayf ki yoxdur qoşmasında sadə elat qızlarını bəzəkli, düzəkli görmək istəyir. Çünki yorğunuyam mən bu yolların, qaydasını billəm hər üsulların, gümüş biləklərin, beyaz qolların sarı kəhrəbası, hayf ki yoxdur. Ayna tutub hərdəm camal görməsi, zülfə, zənəxdana sığal verməsi, səhər ala gözün siyah sürməsi, əlinin hənası, hayf ki yoxdur. Təcrübə göstərir ki, hayf ki yoxdur qoşmasının təhlilində bir sıra mübahisəli fikirlərin meydana çıxması labüddür. Şeirin sonuncu bəndindəki fikirdən çıxış edərək, şairin müşahidə etdiyi eli, obanı bəyənmədiyi iddia oluna bilər. Lakin şeirin yazılma səbəbi barədəki məlumatı yada salaq. Son bənddə vətənini, xalqını dərindən sevən, həssas sənətkarın narahatlıq duyulan səsi də eşidilir. Vaqif haqdan dilər, lütfü kərəmlər, belə yerdə qalan vallah vərəmlər, yenə yada düşdü bizim sənəmlər, getməyin binası, hayf ki yoxdur. Həyatı əks etdirmə üsuluna görə lirik növdə olan bu əsərin janr forma xüsusiyyətlərinə də nəzər salmağı unutmayaq. Hayf ki yoxdur şeiri heca vəznində olub, qoşma janrındadır, 11 bənddən ibarətdir. Misradaxili bölgüsü 6-5 şəklindədir. Hər bəndi 4 misradan, hər misrası 11 hecadan ibarətdir. Qafiyə quruluşu A, B, C, B, C, 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 B, D, 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 B və s. Birinci bəndin birinci, üçüncü misraları sərbəst, ikinci, dördüncü misraları həm qafiyədir. Qalan bəndlərin ilk 3 misrası öz aralarında, dördüncü misra isə birinci bəndin sonuncu misrası ilə qafiyələnir. Möhürbənd adlanan son bənddə müəllifin təxəllüsü verilmişdir. Şeirin bədii təsir gücünü artıran bədii təzad, təsvir və ifadə vasitələri
Əsərə aşkar gözəllik gətirir. Alınma sözlər olsa da, xalq yaradıcılığından uğurla bəhrələnən şair dilinin aydınlığı, şirinliyi, fikir yeniliyi ilə diqqəti dərhal cəlb edən, bütün dövrlərdə maraqla oxunan və əzbərlənən bir şeir yazmışdı. Vaqif realizmi bu şeirdə özünü daha qabarıq göstərir. Kür qırağının təbii gözəlliyi də, buranın insanlarının mənəvi aləmi və xarici görkəmi də doğru dürüst, təbii və inandırıcı canlandırılır. Azərbaycanda Vaqif irsinin toplanması, nəşri, xatirəsinin əbədləşdirilməsi sahəsində xeyli iş görülmüşdü. 1968-ci ildə böyük şairin anadan olmasının 250 illiyi təntənəli surətdə qeyd olunmuş, Bakıda Nizami adlı Ədəbiyyat Muzeyinin binasında Azərbaycan ədəbiyyatının bir sıra görkəmli nümayəndələri ilə yanaşı Vaqifin də heykəli qoyulmuşdu. Milli mənəvi dəyərlərimizin təəssübkeşi, ulu öndərimiz Heydər Əliyevin böyük zəhməti hesabına Şuşada məqbərəsi ucaldılmışdı. Yusif Vəzir Çəmənzəminli İki od arasında romanında və Səməd Vurğun Vaqif dramında şairin yadda qalan surətini yaratmışlar. Əsl sənətkarların ömrü onların qoyub getdikləri sənət əsərləri ilə ölçülürmüş. Poeziyası ilə sadəliyin, səmimiliyin və gözəlliyin rəmzinə çevrilən böyük Vaqif bugün də öz şux, əyilməz vüqarı ilə çağdaş şeir alayının önündə addımlayır, adi və adiliyi qədər də dahiyanə olan əsərləri ilə əbədiyyətə qovuşur. Beləliklə, bugünkü dərsimizdə siz 18-ci əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif və onun Hayf ki yoxdur rədifli qoşması ilə tanış oldunuz. Sağ olun, növbəti dərslərdə görüşənədək.